Tövsiyə edirəm. Sonra sizlərə. Allah bizləri islah etsin və günahlarımızı örtsün və bağışlasın. Amin. Əziz müsəlmanlar, gəlin Allah üçün bir nəzər salaq. Biz necə qardaşlıq edirik? Biz necə Allah üçün bir-birimizi sevirik? Allah Subhanahu taala dediyi kimi bəlkə sevirik bir-birimizi. Yox. Biz həqiqətən səmimiyyətsiz bir müsəlmanlar olmuşuq artıq. Allah Subhanahu taala Quran-ı Kərimində Ali-İmran surəsi 103-cü ayətində buyurur: Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allahın sizə olan nimətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz. O sizin qəlblərinizi birləşdirdi və onun niməti sayəsində bir-birinizə qardaş oldunuz. Allahu Ekber. Uca Rəbbimiz Allah Azze ve Celle bizə deyir ki, siz uçurumun kəranındaydınız və sizi birləşdirib bir-birinizə qardaş etdi. Allahu Ekber. Bu günümüzdə olan fitnələr, olan boşluqlar, olan səmimiyyətsizlər bizim qardaşlıq nimətimizi əlimizdən alır. Allah'tan qorxaq. Allah Resulü sallallahu aleyhi ve sellem bir gün əshabına deyir: Sizə xəbər verimmi bir insanlar haqqında? Onlar nə şəhiddir, nə də peyğəmbərdir. Amma ki şəhidlər də və peyğəmbər də onlara qibtə edəcək. Əshabı soruşur: Kimdir ey Allahın Resulü bu insanlar? Allah Resulü sallallahu aleyhi ve sellem deyir: Bu o insanlardır ki Allah rızası üçün qardaşlıq edənlərdir. Subhanallah. Bugün biz onu deyirik. Və davamında deyir: Onlar məhşər günü kölgə olmayanda Rəbbin kölgəsində kölgələnəcəklər. Subhanallah. Allah rızası üçün qardaşlıq etmək, Allah rızası üçün dostluq, Allah rızası üçün sevmək. Allah bizləri bağışlasın, bizləri əfv etsin. Bugün önəmli məsələlərdən biri də budur. Allah üçün sevib, Allah üçün dostluq etmək, Allah üçün maraqlanmaq. Allah bizləri əfv etsin.